Nərgiz Klinikasının tibb mərkəzinin rəhbəri, fizioterapevt, ixtiraçı alim Məlahət xanım Qəhrəmanova. Xoş gördük, xoş gəlmişsiniz. Sabahınız xeyir. Çərşənbəniz mübarək olsun, doktor. Çox sağ olun, sizlə baxım. Mən də xalqımızı bayram münasibəti ilə təbrik edirəm. Həqiqətən bizim xalqımıza bayramlar yaraşır, qələbə yaraşır. Bu bayram münasibəti ilə bütün Azərbaycan xalqını, dünyada yaşayan bütün Azərbaycanlıları təbrik edirəm. Təbii ki, sağlamlıq önəmlidir. Can sağlığı olan yerdə hər şey eləmək mümkündür. Və bugünkü mövzumuza əsasən parazitar xəstəliklər, qurd xəstəliklərindən danışacaq. Doktor, çox üzr istəyirəm. Dosiya ilə tanış olaq, sonra keçid alaq mövzumuza. Olar. İcazənizlə. Baxaq. Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova 20 dekabr 2022-ci ildə İngiltərədə Oxford Universitetinin Liderlər Sammitində ixtiralarına görə Oxford Birliyinin fəxri professoru, diplomu və qızıl medalı ilə təltif olunub. 6 mart 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən tərəqqi medalına layiq görülüb. Azərbaycan Fitoterapevtlər İctimai Birliyinin sədri olan Məlahət Qəhrəmanova 4 kitabın müəllifidir, 23 patentə sahibdir. Bəli, doktorumuzun dosiyasını izlədik, keçid alırıq mövzumuza, parazitar xəstəliklərdən danışırıq. Buyurun, doktor. Bugün qurd xəstəlikləri həqiqətən də çox aktual bir mövzudur. Ona görə ki, insanlar arasında çox yayğındır və nəinki həmişə biz əvvəllər uşaqlar arasında daha çox deyirdik, amma bugün müraciətlər onu göstərir ki, bu həmişə olub. Bəzən insanlar bunu çəkinirdi, utanırdı, heç vaxt demək istəmirdi. Qurda yoluxma çox asandır. Hər bir kəs, hər bir sağlam şəxs istənilən zaman parazitə yoluxa bilər. Bəzən biz istəmədiyimiz yerlərdə belə gigiyenik qaydalara əməl olunmadıqda, təbii ki, hər kəs buna yoluxa bilər. İnsandan insana da keçə bilər. Uşaqlarda, bağçalarda, məktəbdə, ictimai yerlərdə çox olduğu zaman, məsələn, çox uşaqlarda vərdiş var dırnaq yeməklə, əllərini vururlar hər yerə, ağızlarını, əllərini alırlar. Bəzi uşaqlar karandaş qələmin çeynəməyə daha çox maraqlıdır. Belə hallarda təbii ki, parazitə yoluxma çox rahatdır. Bəzən həddindən artıq, məsələn, gigiyenik qaydalara nəzarət olunmur və fast food yeməklərinə, daha çox bayır yeməklərinə alidə olan insanlarda olur. Biz dəfələrlə bunu deyirik, qurdlar 3 qrupa bölünür. Ona görə də ən çox, məsələn, yayğın olanı girdə qurdlardır ki, girdə qurdlar askaridozlardır, angilostomadır, bizquyruqlardır, tükbaşdır, toksikardır. Bu kimi qurd növləri bugün çox yayğındır. 25-ə yaxın qurd növü aktivdir Azərbaycanda ki, bunlardan onu da bugün daha çox gündəmdə olan qurd növləridir. Qurdun, məsələn, lent şəkillilər, öküz soliterləri də bugün çox rast gəlinir. Öküz soliterləri adətən, bayaq qeyd elədiyimiz kimi gigiyenik qaydalar öz yerində, bəzən çiğ ətlərdən, yaxşı bişməmiş ətlərdən belə öküz soliterinə yoluxmaq mümkündür. Donuz soliteri bizdə çox az olur, ümumiyyətlə deyərdim olmur. O ən çox heyvandan keçdiyi üçün donuz ətindən keçir və o zaman da insanlarda bu lent şəkillilər daha çox, məsələn, öküz soliterinə rast gəlirik. Ümumiyyətlə, sorucu qurdlarda var ki, bu sorucu qurdlarda apsirixozlar ən çox rast gəlinən qurd növlərindən biridir ki, bu da çox yayğındır. Bugündən rast gəlmək olur və exnokokların özü də bugün bir neçə şəxsdə, məsələn, ay ərzində əvvəllər ildə 2, 3, 4-ünə rast gələrdiksə, məsələn, ayda bir dənə belə bir xəstə ilə rastlaşa bilirik. Çünki exnokokun müalicəsi heç nə ilə yoxdur. Exnokok yalnız əməliyyat yolu ilə olunur. Elə bir qurd növüdür ki, o qaraciyərdə, ağciyərdə ola bilər. Və bu qurd növünün müalicəsi tam olaraq, demək olar ki, aparıla bilmir. O ancaq artdıqda, məsələn, onu ultrasəs müayinəsi zamanı arı pətəyi kimi qaraciyərdə görmək olur. Onların aktiv və pasiv formaları keçid devri olur ki, hər hansı halda olsa belə
onun müalicəsi, əməliyyatı mütləq şərtdir. Və girdə qurdlar daha çox yayğındır və ibtidailər. İbtidailər ən çox blastoसिstidir, ləmbladır, bu kimi qurd növləri daha çox insanlar arasında tanınan qurd növləridir ki, bunlar nazik bağırsaqda parazitlik edərək yuxarı, məsələn, öd yollarına, öd axarına qalxa bilir və bağırsaqda iltihab yaratdığı üçün xəstədə ishalla qəbizliyin əvəzi olunması kimi əlamətlərlə üzə verir. Amma bu son vaxtlarda blastosistinin də çox yayğın olduğu görünür. Blastosisti ibtidailərə aiddir, ləmblə kimi olan parazit növüdür. Ən çox nazik bağırsaqda yerləşir və bağırsaq iltihabı yaratdığı, infeksiyası yaratdığı üçün bağırsaqda daha çox ishala meyillilik, nəcisin formalaşmaması müşahidə oluna bilir. O da qidadan keçir, yoxsa necə? Qidadan da keçə bilər. Məsələn, yediyimiz göyərtidir, meyvə natəmizlikdən, hər bir şeydən yoluxa bilər. Məsələn, adətən ləmblələr daha çox şəhər əhalisində deyərdim çox olur. Ona görə ki, şəhər əhalisində kənd sularından istifadə olunduğu üçün bəzən onlar xlorlu suda belə məhv olunurlar. Göyərtidən, meyvədən, tərəvəzdən təmiz yuyulmamış. Məsələn, torpaqla işləyən rayon əhalisinin, məsələn, statistik məlumatlara görə biz, məsələn, endemik zonalarda olan angilistomalardır, məsələn, ən çox rast gəlinən askaritlərdir ki, bu askaritlər də soxulcan qurddur və bunlar da mədə-bağırsaq sistemində, ağciyərdə, hətta qapı venasına qədər, qaraciyərə qədər gələ bilir ki, bu da orqanizmdə bir çox fəsadlar törədir. Baxın, ilkin əlamətlər olaraq xəstələr bəzən bunu yanlış olaraq mədə-bağırsaqla bağlayır, nevroloji müalicələr alır, sinir sistemində istənilən parazit sinir sistemində çox böyük gərginlik yaradır. Bəzən xəstələrdə uzun müddət dəri problemləri olur. Dəridə olan qızartı, səpki, yağlılıq, bəzən həddindən artıq övrənin olması, allergik həssaslığın artması özü də parazitlərin əlaməti olaraq qiymətləndirilir. Parazitlərin əlaməti olaraq dedikdə oxşar əlamətlər bəzən ürək bulanmadır, baş ağrıdır, qarında sancının olması, mədədə köpün, qəyirmənin olması. Bunlar bəzən mədə-bağırsaq xəstəliklərində, öd-qaraciyər xəstəliklərində olduğu üçün xəstələr yanlış olaraq başqa müalicələrə üst tuturlar. Burada yanaşı gedişli bir çox xəstəlik ola bilər və parazitin olması bu xəstəliyi kəskinləşdirir və sağalmanı ləngidir. Və belə xəstələr var ki, məsələn, götürək haşnana qurdlarını. Haşnana cırtdan qurdlardır. Bunlar girdə qurdlara aiddir. Haşnana qurdu adətən görürsünüz ki, mədə-bağırsaq sistemində olur və sinir sistemini pozur. Uşaqlarda ən çox sinir sistemini pozur və birbaşa ali sinir sisteminə təsir edir. Bu da get-gedə uşaqda sudurqaların yaranmasına, epileptik tutmaların olmasına aktivləşdirir. Gətirib çıxarır ki, bu da ani huşun itməsi, gözünü bir nöqtəyə zilləyərək uzun müddət halsız qalması, belə uşaqlarda yaddaş zəifliyinin olması, dərsi qavramama qabiliyyətinin olması, görürsən ki, nə qədər oxuyur, yaddaşı zəifdir, unudur və belə uşaqlar aşırı əsəbi olur, gərgin olur. Bu cür əlamətlər olduqda, təbii ki, parazitlərin müayinəsi mütləq şərtdir. Uşaqlar, son vaxtlarda müraciət edən uşaqlar arasında göbək ətrafı sancılarla olan xəstələr var, müraciət edirlər. Bizim xəstələrimizin hər biri, məsələn, bu görünən parazitlərin şəkillərini evdən bizə göndərirlər. Evdə valideyn gözünlə görür və görürsünüz, bu daşın üstündə olan bir görüntüdür və içərisində nə qədər parazitin olduğu müşahidə olunur. Hər bir valideyn evdən onu çəkib göndərə bilir. Və dəfələrlə olub ki, belə xəstələrimiz olub ki, müalicə müddətində uşaqda sancı ola bilər, ürək bulanma ola bilər, bəzi xəstələrdə güclü övrə ola bilər. Övrə olan zaman təbii ki, allergik həssaslığın artması müşahidə oluna bilir. Müalicə dönəmində bunlar gəlib töküldükdə, möhkəm sancı olduqda, bunlar gördükdə valideyn, ondan sonra uşaq öz rahatçılığını tapır.
xəstələrdə öskürəyin olması, bəlğəmin olması, uzun müddət səbəbsiz öskürəklərin olması belə parazitlərdən qaynaqlana bilir. Məsələn, bizdə xəstələr olur ki, mən praktik olaraq danışmaq istəyirəm ki, gündəlik xəstələrdə müşahidə elədiyimiz, gördüyümüz biz görüntüləri daha çox izah eləməyə çalışıram. Çünki qurdun özü dəri xəstəliklərində böyük rolu var. Dəri xəstəliyi olan insanlarda parazit varsa, o təbii ki, o kəskinləşə bilir və get-gedə o xəstəlikləri problemi arta bilir. Və keçən dəfəki verilişlərimdə çox mən it pişiklə oynayan insanları, məsələn, saxlayan insanlara da toxunmuşdum. Gördüm ki, bir böyük sensasiya olub. Heyvansevərlər çox qıcıqlanır ki, niyə? Heyvanı sevmək olar, heyvanı, mən özüm də deyərəm ki, insanı, məsələn, onlara yemək vermək, qulluq eləmək olar. Amma onlarla daimi bu qədər yaxın kontaktda olmaq bəzi xəstəliklərin qabarıq olmasına gətirib çıxara bilir. Çünki biz bunu müşahidə edirik, bu təbabətdə də var, elmi təbabətdə də var, bu qaçılmazdır. Exnokokların yaranma səbəbi adətən it pişikdən qaynaqlanır. Və bu yüzdən də onları saxlayan insanlar çox ciddi gigiyenik qaydalara nəzarət eləməlidir. Öpmək, həddindən artıq çox qucaqlamaq, bunları, onların tüklərinin biri getdikdə çox böyük fəsad yaradır. İnsanlar heyvanı sevmək nə dərəcədə olar? Amma ona aşırı sevgi, aşırı bu bağlılıq o da düzgün deyil. İndi hər kim nə cürə istəyir qəbul eləsin, burada həkim olaraq biz öz fikirlərimizi deyirik. Amma bunu mən ona görə demək istəyirəm ki, gigiyenik qaydalar, profilaktika çox önəmlidir. Profilaktik tədbirləri hər bir insan görməlidir. Onların vaxtı-vaxtında təmizliyinə riayət olunması, onların düzgün qulluğu, özündən nə qədər aralı tutsan, o qədər özünü qorumuş olursan. Və bundan başqa bugün torpaqda işləyən insanlar var. Yaz, payız, qış aylarında hər kəs rahat olur. Amma yay aylarında hamı ayağı açıq gəzir, torpaqda gəzməyi istəyir. Bunların hamısından istənilən angilostoma paraziti qurdu, soxulcana bənzər qurddur. O ayaqdan dəri vasitəsilə də orqanizmə yoluxa bilir. Və immun sistemi zəif olan insanlarda, təbii ki, immuniteti zəif olan insanlarda bu daha tez yoluxmaya meyilli olur. Ona görə uşaqlarda daha çox yoluxma. Elə insan var ki, onda 2-3 qurd növü var. Elə insan var, onda məsələn bir qurd növü ola bilər. Bir ailədə bir neçə nəfərdə qurdun olması mümkündür. Yəni istənilən halda evdə bütün məişət əşyaları ümumidir və insanlar bir ailədə yaşayırlarsa, burada qurdun müayinəsi zamanı çox diqqətli olub müalicəni düzgün aparmalıdırlar. Ailəvi şəkildə aparmalıdır. Ailəvi şəkildə aparmalıdır. Bir də ona toxunmaq istəyirəm ki, qaraciyəri ödündə, qaraciyərində problemi olan xəstələr, təbii ki, hamiləlik devrində olan insanlar evlilikdən sonra bu müayinələrin aparılmağı daha doğru olardı. Çünki bizim, bax, məsələn, xəstələr gəlir, çox narahat olurlar, amma indi hamilə dediyinə aşırı ürək bulanma, baş ağrı, baş gicəllənmə, paraziti var. Həmin anda hamilə qadınlara müdaxilə eləmək olmaz. Yəni, qurdun müalicəsində ishala meyillilik də ola bilər, təmizləyici verilməlidir. O da tonusun artmasına gətirib çıxarır ki, hamiləlik devrində yəni tabletkaları da içmək təhlükəlidir. Bəs qarşısı necə alınır? Toksik təsir. Ona görə insanlar profilaktikaya önəm verməlidir. Profilaktik tədbirlər daha önəmlidir. Profilaktika odur ki, hamiləlikdən qabaq hər bir cavan ailə mütləq müayinə olunsun və müayinə zamanı aşkarlanan paraziti vaxtında, zamanında müalicəsini aparsın. Əgər zamanında o müalicə aparılmırsa, hamiləlik devrində xəstə əziyyət çəkir. Hətta dölə də keç, döl vasitəsilə uşağa da o parazitin yoluxması bəli mümkündür. Ona görə də hamiləlik olmamışdan qabaq mütləq o parazitin yoxlanması. Hətta səbəbsiz sonsuzluqda belə parazitin rolu var. Qurd xəstəliklərini bir çox xəstəliklərdə rolu olduğunu həkimlərimiz daha yaxşı bilir. Amma onu qeyd etməliyəm ki,
Əgər bugün biz parazitlərdən danışırıqsa, parazitlərin hansı xəstəlikləri törətdiyini də unutmayaq. Xərçəngə qədər gətirib çıxara bilir. Onun məskunlaşdığı yerdə, nekrozlaşmış hissələrdə həmin o düyünlərin, şişlərin əmələ gəlməsi qaçılmazdır. Bu mümkündür. Və biz adətən biz bunları danışmaqda məqsədimiz odur ki, hər dəfə mən daha yenilikləri danışmaq istəyirəm. Hamiləlik dövründə içilən tabletlər, həblər təbii ki, toksik təsiri olduğu üçün uşaqda tüşük də yarada bilər, zəhərlənmə hallarda müşahidə oluna bilər. Çünki qurdun, tabletkaların təsiri, toksik təsiri olduğu üçün bəzən insanlarda o aşırı doza, düzgün doza təyin olunmadıqda hətta zəhərlənməyə qədər gətirib çıxara bilir. Çünki bəzən həkim düzgün dozanı təyin edir, xəstə elə bilir çox içsə daha yaxşı olacaq, daha tez sağalacaq. Amma o çox təhlükəlidir və istənilən qurd dərmanının, tabletkaların anotasiyasında yazılır ki, qaraciyərə mənfi təsiri var. O yüzden də biz bunların hamısını dəfələrlə vurğuluyuruq və deyirik ki, qurd dərmanlarını içən zaman həkim məsləhəti olmadan istifadə eləməyin. Profilaktik olaraq ev şəraitində bunları siz istifadə eləyə bilərsiniz təbii vasitələrdən. Amma dərmanları, tabletkaları mən məsləhət görməzdim ki, həkim məsləhəti olmadan istifadə etməzlər. İstənilən ərazidə sahə həkimləri var. Poliklinikalar var və burada təbii ki, baxış keçirə bilərlər istənilən klinikalarda. Onu da qeyd edeyim ki, təbii ki, bütün klinikalarda əksəriyyətində, deyərdim ki, 90%-ında ləmlə, askaritdən başqa heç bir qurd yoxlanılmır. Xəstə narahatdır, xəstə gözündən görür, dəfələrlə olur. Gəlir ki, doktor, mən dəfələrlə özüm görmüşəm, amma gedib analiz verirəm, qurd çıxmır. Amma bu zaman heç bir valideyn narahat olmamalıdır. Əgər gözünüzlə görürsünüzsə, onu istənilən həkim sizin müalicənizi təyin eləyə bilər. Mən onu qeyd eləmək istəyirəm ki, bizim verdiyimiz müalicələrin üstünlüyü odur ki, biz tam təbii həmişə bunu vurğuluyuram və bugün də deyirəm, heç bir ölkənin dərman bitkisindən mən istifadə eləmirəm. Mənim istifadə elədiyim dərman bitkiləri rəsmi qeydiyyatda olan 123 Azərbaycanın dərman bitkisi var ki, bu da rəsmi qeydiyyatdadır və həmin dərman bitkilərinin tərkibinə görə Azərbaycanda yaşayan əhali üçün daha keyfiyyətlidir. Çindən gəldi, nə bilim hansısa ölkədən gəldi, bu ölkədən, o ölkədən. O dərman bitkilərinin bizim üçün istənilən faydası yoxdur. Ona görə ki, bizim orqanizmamız bugün bu təbiətə kodlaşıb. Biz bu torpağın havasını alırıq, bu torpağın nəfəs alırıq. Ona görə bizim öz Azərbaycan dərman bitkiləri bir fitoterapevtlər İctimai Birliyinin sədri olaraq bugün onu da qeyd eləmək istəyirəm ki, Azərbaycanda olan keyfiyyətli dərman bitkiləri deyərdim ki, hər ölkədə yoxdur. Ona görə ki, 9 iqlimə olan ölkənin dərman bitkilərinin torpağın münbitliyinə görə rayonlar arasında da dərman bitkilərinin fərqləri var. Məsələn, kəkotunu götürək, kəkotu bizim kəkliyotunun, məsələn, Şamaxıda bir yamaç var. Orada yığılan kəkotunun iyində qızıl gülüyü var. O tərəfdə olan o bitki. Məsələn, Qubadan gələn kəkotunun keyfiyyətindən yardımlıdan gələn, məsələn, Astaradan gələn kəkotunun fərqləri, tərkibləri çox fərqlidir. Çox deyərdim ki, düzdür, tərkiblərində flavonoidlər var, alkaloidlər var, bu elementlər var. Amma bu elementlərin... Hansı daha xeyirlidir, doktor? Təbii ki, dağlıq zonada olanlar daha effektivdir. Yəni, məsələn, Quba zonasından gələn itburnunun yerini heç bir yerdə mən məsələn görmürəm. Orada əvvəllər zavod da var idi, o siroplar hazırlanırdı. İtburnunun çiçəyindən hazırlanan, mənim özüm də onu hazırlayıram, o qaraciyər üçün birbaşa dərmandır. Qaraciyərdə olan hepatitli xəstələrdə onun effekti
əvəz olunmazdır. İmmun sistemin bərpasında çox əvəz olunmazdır. Yəni, mən bu bitkilərdən belə qısa da olsa niyə danışdım? İnsanlar bugün təbii ki, hamı təbii vasitələrə, təbii qidalara, təbii geyimə, təbii vasitələrə daha çox önəm veririk. Nəinki bizdə bugün bütün dünyada təbiətin, təbii olan məhsullara daha çox önəm verilir. Çünki o qədər sintetikləşdi, süniləşdi. İnsanlar çox yorulub həqiqətən də o kimyəvi həblərdən. Adi qısa bir misal gətirək. Bugün dünyanın hər yerində dərmanlar yetərincə var. Amma qaraciyər üçün dərmanlar Ümumdünya Səhiyyə Təşkilatı da, statistik məlumatlarda deyir ki, yetərli deyil. Qurd xəstəliklərinin bir çox xəstəliklərə fəsad verir. Baxın, adi bir misal götürüb, keçmişdə bütün padişahlar, bütün, məsələn, xanlar, bəylər, padişahlar hamısı ipəkdə yatardı. Təmiz ipəkdə. Bugün Şəki ipəyinin o qədər gözəldir ki, amma biz onu istənilən yetəri qədər əhali istifadə etmir. İpəkdən hazırlanan xalatlar, yataq dəstləri, bunlar niyə? Çünki ipək orqanizmdə olan bütün sinir sistemini sakitləşdirir. Onun o qədər böyük faydaları var ki, mən indi mövzudan çox kənara çıxmaq istəmirəm. O qədər maraqlı çıxış eləyirsiniz, doktor. Mən sizə minnətdaram. Yəni, təbii vasitələrin önəmini demək istəyirəm. Çox üzr istəyirəm. Biz davam elətdirərik, qısa araya ayrılaq. Yenidən bir yerdə olacağıq. Öz efirini davam elətdirir. Doktor, biz davam edək. Doktorumuz o qədər maraqlı, o qədər maarifləndirici çıxışlar edir ki, bilirəm ki, diqqətiniz bizdədir. Davam edək. O ipəyin deməkdə məqsədim odur ki, natural geyim belə insan sağlamlığı üçün önəmlidir. İnsanlar kətan, normal pambıq geyimlərə bugün daha az üstünlük verirlər. Sintetikə o qədər öyrəşdik ki, o insan orqanizminin sağlamlığı üçün qış aylarında ən gözəl vasitə yun. Elə qısa bir misal da gətirim da mən bunu danışsam gedəcək. İndi yun döşəklər, yun yorğanlar, o qu tükündən olan balışlar, içi özümüz qarışıq. Hamısını sintetikləşdirdik. Revmatik xəstələrdə yun yorğan döşəkdə yatmaq daha önəmlidir. Nəinki o sintetik uymaq deməkdir. İnsanların orqanizmdə gedən dəyişiklikləri, xəstəliklərin bu qədər artmasına geyimimizdə, qidamızda, həyat tərzimizdə, oturaq və durğun həyat tərzinin hamısının birbaşa rolu var. Mən insanlara ən çox tövsiyəm odur ki, natural qidalara üstünlük versinlər və qurd xəstəliklərinin özü hansı xəstəlikləri törədir? Mədə bağırsaq xəstəlikləri, sinir sistemi, dəri xəstəlikləri, ağciyər xəstəlikləri, gözün dibindən tutmuş ürəkdən, beyindən belə hər yerdə qurd məskunlaşa bilir. Və bu baxımdan orqanizmin immun sistemi nə qədər möhkəm olarsa, o qədər də insanlar sağlamlığını qorumuş olur. İmmun sistem bizim bariyerdir. Qaraciyər bariyer funksiyası daşıyır. Əgər bugün biz qaraciyərin funksiyasını nəzərə alsaq, qaraciyər vitamin deposudur. Təbii vasitələrdən istifadə etməklə biz immun sistemimizi bərpa etmiş oluruq. İmmun sistemin bərpası çox önəmlidir. Çox təşəkkür. Və biz çalışırıq ki, istifadə etdiyimiz bütün qidalarda ən çox önəm verək təbii vasitələrə. Bir fitoterapevt olaraq, fitoterapevtlərin İctimai Birliyinin sədri olaraq mən daha çox bölgələrimizdə olmuşam, təbiətlə maraqlanmışam, orada bizim tədbirlərimiz olub, çox böyük tədbirlər keçirmişik və oranın hər bir bölgəmizin təbiəti mənə çox maraqlı olub, orada yetişən bitkilər, orada olan sağlamlığımız bizim üçün çox önəmlidir. Və istifadə etdiyimiz dərman bitkiləri bugün bizim sağlamlığımız üçün, məsələn, adi öskürək olan halda, ağırlaşma olmadan, ev şəraitində nənə-babalarımız illər boyu hamımızın evində olan bağa yarpağı olub, kəkotu olub, məsələn,
o dərman bitkiləridir, məsələn, çoban yastığıdır, məsələn, çox evlərdə gökədir. Məsələn, başqa ölkələrin onu belə aqlamur deyir, Türkiyədən, bizimkilər bəzən onu belə həvəslə deyirlər, mən filan şeyi aldım, filan şeyi içdim. Bizim gökədir, bunu alın için. Bir ara çox reklam getdi, sinir otu. Sinir otu nədir? Hamı çox maraqla bunu alır, başqa ölkənin. Bizim öz təbiətimizin dərman bitkiləri əvəz olunmazdır. Və o bitkiləri düzgün istifadə etdikdə, onlar sırf dərman bitkilərdir. Bugün elmi bitkisi elmi təbabətə daxil olur. Biz illərdir gülxətiminin tabletkasını içir uşaqlarımız, valeriyanın tabletkasını içirik. Amma onların dəyərini təbii dərman bitkilərimizdən bizim qurd xəstəlikləri didikdə, bəli, bugün mən göndərən bütün həkimlərimizə buradan təşəkkürümü bildirirəm. Nevropatoloqlardır, ginekoloqlardır, məsələn, dəri xəstəlikləridir. Parazit dedikdə bütün həkimlər deyir, gedin Nərgiz klinikasına. Gün ərzində bir 3-5 xəstə gəlir ki, filan həkim göndərdi bizi. Həkim dedi ki, gedin ora. Burada diaqnoz da önəmlidir, doktor. Çünki bəzi hallarda xəstələri uzun müddət müəyyən xəstəliklərlə, deyək ki, mədə-bağırsaqla müalicə eləyirlər. Mədə-bağırsaqla aparılan müalicə nəticə vermirsə, demək, burada başqa bir şey də axtarmaq olar. Yanaşı gedişli parazit də ola bilər. Endoskopik müayinə zamanı yazılır ki, praktik sağlam. Mədə-bağırsaqda heç bir şey yoxdur. Amma istər uşaq olsun, istər yeniyetmələrdə göbək ətrafı sancıdır, mədədə küt ağrının olmasıdır, sancının olmasıdır. Bunlar bəzən görürsən xəstələri narahat eləyir. Və həkimə müraciət etdikdə bunlar ən çox, məsələn, mədə-bağırsaqdan şikayətçi olduğu üçün həkim onu mədə-bağırsaqla müalicə edir. Amma paraziti yoxlar. Başqa yerlərdə də var. Bu kitabın mən ərsiyə gətirməyində çox böyük illərin təcrübəsi var. Mən gündəlik xəstələrdə gördüyüm, mən bu qədər dərmanı hədər içmişəm. O ödün yuğulandan sonra ümumiyyətlə bədəndə olan bütün toksik maddələr təmizlənir, parazitlər təmizlənir. Bəzən görürsən ki, elə hallar olur ki, öddə yığılan, qalan o düyünlər, probka kimi də, belə yumru düyünlər olur ki, müalicələr aparılır və verilən dərmanlar kiçik yaşlı uşaqlarda və istənilən hər bir kəsdə təbii vasitələr dozalanma ilə təyin olunur və bizim məhsulların hamısı analitik mərkəzdən keçir və sertifikatlaşıb və o baxımdan da Nərgiz klinikasının apardığı müalicənin tam elmi əsası var və aparılan müalicələrin də üstünlüyü ondadır ki, tam təbii vasitələrdir və hər bir insanın böyükdən kiçiyə, 90 yaşında xanım gəlir, məsələn, onda da parazit ola bilər. Evdə nəvələri var, uşaq var, böyük var, ya özü yoluxa bilər və o parazitin müalicəsindən sonra rahatçılığını tapır. Bəzən belə xəstələr də olur ki, onlar psixoloji olaraq problemli xəstələr də yaxınlaşır ki, dərimin altında qurd gördüm, başımda qurd var, saçımın dibində qurd var. Biz bunların hamısını araşdırırıq, baxırıq, yoxluyuruq. Düzgün diaqnoz əsasında orada qaşınma varsa, səpki varsa, məsələn, dünən xəstə gəlib, həddindən artıq saç diblərində o qədər qaşıyıb ki, saçın diblərini. Beyninə də qoyur ki, bu xəstələr psixoloji problemi olan xəstələrdir ki, yox, mənim başımda qurd var. Hətta elə xəstələrimiz olur ki, gəlib deyir ki, başımda qurbağa var. O elə xəstələr, indi biz bilirik ki, onlara psixiatrın müalicəsi mütləq lazımdır. Amma o xəstələr var ki, bunları da sakitləşdirmək üçün müəyyən üsullar var ki, o nevroloji müalicələ, psixoterapevtin müalicəsi ilə yanaşı bunları biz müalicə etdikdə onlar öz rahatçılığını tapa bilirlər. Məsələn, bütün həkimləri gəzirlər, bütün, məsələn, evdə valideyn ya uşaqlar hamı gəzdirir, xeyri yoxdur. Belə xəstələr çoxdur. Biz, məsələn, belə xəstələri gördükdə, hətta bir xəstə var idi ki, deyirdi, mənim mədəmdə qurbağa var. Nə qədər ona deyildi, o mümkün olmadı da. Axır bir dənə qurbağa tapdılar, gətirdilər.
zonddan sonra göstərdilər ona ki, qurbağanı çıxartdıq. Bunlar hamısı psixolojidir və nevroloji. Baxın, insanlarda belə bir psixologiya var ki, qurd varsa, bunun çarəsi yoxdur, filan qurd uzun müddətdən. Qurdlar çox gözəl və rahatçılıqla müalicə olunur. İstənilən qurd növü müalicə olunur. Saçın tökülməsində də rolu var, dəri xəstəliklərində də rolu var, sinir sistemində də rolu var, mədə bağırsaqda da, öd-qaraciyərdə. Hər bir istənilən halda parazit bütün orqanizmə zərər verə bilir. Toksik təsiri olduqda qaraciyər yüklənir, allergik həssaslıq artır, dəridə qızartı, övrənin yaranması, qaşınmanın olması. Baxın, saç xəstələri. Saçda mən həmişə danışıram və deyirəm ki, saçın müalicəsində qurdun müalicəsi önəmlidir. İlk olaraq, bəli. İlk olaraq. Mən onu, çünki baxın, saçın müalicəsində əgər xəstədə parazit varsa, bunu küçümsəmək, yəni o boş şeydir, olmaz, ondan deyil. Autoimmun xəstəliklər olsun, immun sistemin zəifləməsi olsun, mədə bağırsaq xəstəlikləri olsun. Burada nədən gedir söhbət? İmmun sistem zəifdirsə, autoimmun xəstəliklərlə yanaşı, parazit varsa, immun sistemin tam zəifləməsinə, çökməsinə gətirir. Daxili mühitin sabit saxlanmasında qaraciyərin birbaşa rolu var. Qaraciyərimiz toksik maddələrlə yüklənirsə, vitamin balansını normal deyilsə, lazım olan qidalar, parazit olan orqanizmdə lazım olan minerallar, vitaminlər orqanizmə normal sorulmur. O sorulmadıqda nə olacaq? İmmun sistem zəifləyəcək. İmmun sistem zəiflədirsə, təbii ki, bir çox xəstəliklərin daha qabarıq olmasına gətirib çıxaracaq. Bu baxımdan da mütləq, yəni orqanizmdə olan fəsadları, onları, patologiyaları düzgün araşdırmaq lazımdır və düzgün diaqnoz olduqda daha rahatlıqla müalicəni aparmaq mümkündür. Mən əvvəllər də danışanda çox həkimlər məsələn deyir ki, hər şey qurdla bağlamaq. Bəli, mən çox şey qurdla bağlayıram. Çünki bunları mən təcrübəmdə görürəm. Mən bunları xəstələrimdə olan rahatçılıqda görürəm. Bu xəstələrdəki o parazitin müalicəsindən sonra bu praktik olaraq olan bir şeydir. Yəni bunu insanlar küçümsəməsin. Yəni deməsin ki, mən getdim falan şeyi içdim, təmizləndi. Orada o qədər incəliklər var ki, bəli, qurdun müalicəsi o qədər də asan deyil. Bəzən elə bilirlər ki, 2 dənə tableti 3 gün içdim, təmizləndim, gəlirlər. Dəfələrlə içmişəm, bu qədər resept gətirirlər. Bir reseptdə bəzən 2-3 qurd dərmanı olur. Bu düzgün deyil. Çünki o qaraciyər çox yüklüyür. Qaraciyərin yüklənməsi isə sonradan başqa xəstəliklərin yaranmasına da gətirib çıxarır. Və qaraciyərin normal fəaliyyətinin olması üçün paraziti zamanında, vaxtında düzgün müalicəsi aparılmalıdır. Çünki parazit istənilən infeksiyanı orqanizmdə yaradır. Qız uşaqlarında, kiçik yaşlı qız uşaqlarının əksəriyyətində yaranmasına səbəb olur. Enterobiyozlar, məsələn, xırda bağırsaq qurdları orada infeksiya yaradır, sidik kisəsinin problemini yaradır, sidik yollarının iltihabını yaradır. O natəmizlikdən yaranır, o gigiyenik qaydalar. Natəmizlikdən də yaranır. Həmçinin də əgər uşaqda heç natəmiz olmasın, uşaqda qurd yaranıbsa, bu qurd və gecələr istənilən qurd növləri hərəkətli olur. Yumurta qoyur səhərə yaxın. Səhərə yaxın qurd yumurta qoyur. Və o uşaqlarda ən çox onun yaranma səbəbi də, infeksiyalaşmağın səbəbi də o qurdların çıxır. Elə valideyn olur ki, deyir, uşağı açdım, bütün yataq dəstində qurdları mən gözümlə gördüm. Yəni bu dərəcədə bunun çoxalması, bu dərəcədə bunun artması, qurd invaziyalarının yaranması təbii ki, bir çox xəstəliklərə yol açır. Məsələn, bəzi insanlarda sistitlə bağlı çox xəstələr var ki, illərlə əziyyət çəkir. Belə xəstələrə mən tövsiyəm olardı ki, ən azından ildə 1-2 dəfə parazitə aid dərmanları da qəbul eləsinlər. Niyə? Mən bir neçə təcrübəmdə bunu gördüm. Və o parazitlər sidik kisəsində, sidik yollarında o iltihabı yaradır, o infeksiyanı yaradır ki, elə qurd növləri var ki, yəni onlar harda məskunlaşır, orada da o iltihabı, o şeyi yarada bilir. Buradan da onu qeyd edeyim ki, böyrək çaylarımıza və kapsulamıza və stop diabet çaylarımıza, yəni bizim öz məhsullarımıza aksiyamız var.
Hər kəs oruçluq bayramına qədər bu aksiyadan yararlana bilər, ayın axırına qədər. Yəni ödənişsiz hər kəs bu çayları, stop diabet, yəni şəkərli xəstələr və böyrək xəstələri bu çayları əldə edə bilərlər. Yəni bizim böyrək çaylarımızın çox böyük rolu var.